Salam uşaqlar, hər vaxtınız xeyir. Mən EMAŞM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səbixanım. Mən bugün sizlə edilmiş hissəcikləri haqqında danışmaq istəyirəm. Nədir bu hissəciklər? Bu hissəciklər həm təsriflənən feillərin üzərinə, yəni ki, feilin şəkillərinin üzərinə, həm təsriflənməyən feillərə, yəni məsdərə, feili, sifətə, həm də digər nitq hissələrinə, yəni adların üzərinə, məsələn, isimlərə, sifətlərə, sayılara və s. artırıla bilər. Məsələn, bu hissəciklər necədir? Nədir? İlk öncə mən onu qeyd edeyim ki, bunların hər birini yazmışam sizə. Deməli, bu hissəciklər vurğu qəbul etmir. Yəni, vurğunun üzərinə düşdüyü halı biz görə bilməyəcəyik. Vurğu qəbul etməyən hissəciklərdir. İdi imiş hissəcikləri əmir şəklindən şöyle keçmiş zamanlar. Hissəcik isə arzu, şərt, əmir şəkillərindən işlənə bilməyəcək. İdi imiş hissəcikləri təsriflənən feillərdə feil şəkillərinin üzərinə atılır. Aha, burada qeyd edək. İdi, imiş, isə. Aha, gəlin indi bunlar haqqında danışmağa başlayaq. Məsələn, nə kimi qeyd edə bilərik bunları, nəyləri verə bilərik burada? Demək, nümunələr yazaq və o nümunələr üzərində şərhləməyə başlayaq. Göstərək görək onlar necə olur, necə artırılır. Yəni, biz dedik ki, feilin yəni bir mənalı şəkildə biz feilin şəkillərindən danışanda demişdik ki, feilin ya kökünə, ya başlanğıcına artırılır. Amma idi imiş hissəciklər isə hara artırılacaq? Feilin şəkilləri üzərinə. Şəkillərinin üzərinə. Yəni, təsriflənənlərdə bunların işlənmə yeri bircə dənə var. Feilin şəkillərinin üzərinə. Məsələn, deyirəm, yazırdı. Yaz sözün kökü ır indiki zaman, d isə mənim olacaq, idi hissəciyim. Eyni zamanda yazmalı, yazmalıysa, məsələn, yazmalıymış. Yəni, bunu təmizləyim. Yazmalıymış, yazmalıymış. Necə oldu? Nə üstünü artırdıq? Vacib şəklin üzərinə artırdıq və yaxud da deyirik, yazırsa, yenə də hara artırdıq? Yenə də biz bunu göstərdik nəyin üzərində? Xəbər şəklinin üzərində. Deməli, feilin şəkillərinin üzərinə artırılacaq. Həmişə biz bunu bu halda edəcəyik. Feil üstəgələk, məsələn, hər hansı bir şəkil əlaməti üstəgələk də biz artıq bu idini, imişi, isəni görə bilərik. Yazırdı. Bizə soruşsa hansı zamandadır? Deyirsiniz, indiki zaman. Yazmalıymış. Hansı şəkildədir? Deyirsiniz ki, bu vacib şəklindədir. Yazırsa hansı şəkildədir? Deyirsiniz ki, xəbər şəklindədir. Yəni, biz bax, ilk bu şəkilçiyə fokuslanmalıyıq. İlk bu şəkilçini nəzərə almalıyıq. Buradakını. Biz onlara uyğun davranmalıyıq. Eyni zamanda vurğu bu şəkilçinin üzərində qalacaq. Yəni, idinin, imişin, isənin üzərinə vurğu keçdiyi halını görə bilmərik. Daha sonra, uşaqlar, bizi bəzən qarışıq saldığımız nümunələr olur. Qoy onları da deyim sizə, ondan sonra keçim adların üzərinə artırılması məqamından da danışım. Məsələn, belə bir nümunə deyirəm sizə. Bitirdi. Testlərdə qabağımıza çıxır. Qopardı. Köçürdü. Çıxardı. Qaçırdı. Bax, bu nümunələrə diqqətli olaq. Bitir, bitirdi. Həm də biz bunu nə kimi göstərərik? Bit, indiki zamanda bitir. Bunu da idimişin qısaldılmışı kimi. Qopar, leksik, qopardı. Burada şöyle keçmiş zaman. Dəfədə deyirəm, qopar, qeyri qəti. D isə idimiş isənin qısaldılmışı. Çıxar, çıxardı. Bir dəfə leksik kimi, bir dəfə də çıx, qrammatik çıxar, qeyri qəti. D isə idinin qısaldılmışı. Köçür, köçürdü. Bir dəfə də nə kimi düşünə bilərik? Köçür, indiki zaman.
D isə onun qısaldılmışı. Qaçırdı. Bu da bunun kimidir. Qaç, qaçır, qaçırdı. Bir dəfə də belə düşünürəm. Qaç, indiki zamanda qaçır, qaçırdı. Uşaqlar, bax bu məqamlarda yadınızda saxlayın. Əgər mən bu qaçırdı sözünü burada yazmışam, belə deyim də sizə. Vurğunu burada daha aydın düşüb. Yəni, bax vurğunu mən burada görsəm əgər, mən onda deyəcəm ki, bax bu leksikdədir. Yəni, bu ikinci şəkilçi leksikdir. Üçüncü, yəni bu ikinci olan qaç, qaçır leksik. D isə sənin şuri keçmiş zamanındır. Əgər mən bir də belə görsəm. Qaçırdı. Bax, testdə qarşıma belə çıxsa. Irın üzərinə salsa vurğunu. Onda mən bunu bu cür təhlil eləməliyəm. Çünki biz keçmişik ki, zaman şəkilçiləri vurğu qəbul edir. Gördünüz elədir. Amma keçmişik idi, imiş isə vurğu qəbul edir. Baxın, deməli onda mən bunu belə indiki zaman, bunu isə idinin qısaldılmışı kimi götürməliyim. Yəni bu vurğu işarəsi var ha. Onun böyük bir rolu var bizdə. Vurğu sona düşəndə bunu leksik kimi götürüb şuri keçmiş zaman, vurğu ikinci hecanın üzərinə düşəndə isə mən artıq sondakını idinin qısaldılmışı kimi düşünməliyəm. Bu məqamda yəqin ki, aydınlaşdırdım sizlə. Burada da bir problemimiz qalmadı. İndi keçək hansı məqama? Adların üzərinə artırılması məqamına. İdi imişin adların üzərinə artırılması halı. Çox bəsit, çox adi nümunələr. Bir də bir şey deyim ki, adlarda biz onun ayrı yazıldığını görəcəyik. Məsələn, gəlin nümunələr göstərək. Gəlin yazaq. Tələbə idi. Həkim imiş. Yuxarı idi. Nədir bu? Zərf. Nədir bu? İsim. İsim. Və yaxud da qoca idi. Sifət. Birinci idi. Birinci. Say. Və yaxud da gələn o idi. Əvəzlik. Digər nitq hissələrindən də, yəni adlarla da işlənməyini gördük. Ayrı yazıldığının şahid olduq. Və yaxud da deyirəm arzusu yazmaq imiş. Nə olacaq burada? Məstərlə ifadə olundu. Hadisə maraqlı idi. Sifətlə ifadə olundu. Yaxud da feili sifətlə. Yazdığımdır. Yazdığımdırsa. Məsələn, deyirəm ki, buradan yer eləyək biraz. Deyirəm. Yazdığımdırsa. Artıq nə olacaq burada? Dığım olacaq feili sifət. Dır sonluq. Sanı isə mən isənin qısaldılmışı kimi düşünə bilirəm. Feilin hissəcikləri haqqında bu qədər bunların homonimliklərini gördük. Şöyle keçmiş zamanda, nəqli keçmiş zamanda, bir də şərt şəklində. Fərqləndirməyi də, əgər sözün kökünə başlanğıcına artırılıbsa, bu şöyle keçmiş, nəqli keçmiş və yaxud da şərt şəklidir. Əgər şəklin üzərinə artırılıbsa, bu zaman isə o idi, imiş və isə hissəciklərdir. Bunlar haqqında bu qədər uşaqlar. Sağ olun.